Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhdi təqsirləndirilən Araz Səmədovun Cinayət İşi üzrə məhkəməsi davam etdirilib. Bakı Arzantlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədri ilə keçirilən iclasda zərərçəkmiş şəxsin bacısı Gülnar Məmmədova şahid qismində ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs onun həyat yoldaşının ögey qardaşıdır. Hadisə qaynatamın evində sübh tezdən 5 radələrində olub. Həyat yoldaşım məhkumluq həyatı yaşayır. Sabah onun yanına gedəcəyimdən axşamdan uşaqlarımla qaynatam gilə gəldik. Təqsirləndirilən şəxs qardaşım Babək və onun nişanlısı Nəzrin bir otaqda idilər. Dedim ki, sakit olun, uşağı yatızdırıb sumkanı yığım. Birdən qışqırıq səsi başladı. Otağa girəndə gördüm ki, Araz dayanmadan qardaşıma bıçaq zərbələri vurur. Güclə müdaxilə edib yerə yıxdıq, onu zərərsizləşdirdik. Onun başına 2 dəfə taxta ilə zərbə vurdum. Qardaşım qan içində idi. Onu da qeyd edim ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. O mənə nifrət edir və düşmən münasibəti bəsləyir. Buna səbəb isə onun maşında həmcinsi ilə erotik videosunun əlimə keçməsidir. Dəfələrlə davalarımız olub. Bir dəfə də çaniki başıma çırpıb. Xəstəxanada başıma 40 tikiş atmışdılar. Sadəcə yoldaşıma görə şikayət etmədim. Məhkəmənin növbəti icrası aprelin 28-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib. Aparılan istintaqla müəyyən edilib ki, 28 fevral 2025-ci il tarixdə Araz Səmədovun yaşadığı Əmircandakı fərdi yaşayış evinə qardaşının qaynı, həmçinin bacısının nişanlısı olan Ordu Babək qonaq gəlir. Bu məqamda müəyyən vaxt keçdikdən sonra Araz Babəki və onun bacısı Nəzrinlə yataq otağında söhbət edən zaman zorlamasını, seksual xarakterli zorakı və əxlaqsız hərəkətlər etməsini güman edərək onu qəsdən öldürmək qərarına gəlir. Araz qonaq otağından bıçağını götürərək yataq otağına daxil olur və bacısından dərhal otaqdan çıxmasını tələb edir. Lakin bacısı otaqdan çıxmadıqda ilk olaraq Babək Uğurlunun sifət nahayəsinə yumruq zərbəsi vurur. Daha sonra Araz əlindəki bıçağı bacısının sifət nahayəsinə sıxaraq zərif çapı xəsarəti yetirir və təkrarən otaqdan çıxmasını tələb edir. Bu zaman bacısının nişanlısı olan Babəki öldürmə məqsədi ilə əlindəki bıçaqla onun sinəsinə, qarın və bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 7 bıçaq zərbəsi endirir. Babək Uğurlunun yaralı vəziyyətdə aktiv müdafiə olunması, eyni zamanda evdə olan şəxslərin köməyi və vaxtında müdaxiləsi nəticəsində Araz Səmədovun əlindən bıçağı almaq və zərərsizləşdirmək mümkün olur. Bununla da Araz niyyətini başa çatdıra bilmir və Babəkin həyatı xilas edilir. Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29.120.2, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək cəhd və 29.120.2.4, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmək cəhd maddələrlə ittihamlara sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.